Herkese salam, ben Mehman. Bugün qəribə bir video fikri ilə qarşınızdayım. Temu'dan aldığım Nanosync, qara Nanosync xarab oldu. Bulut uzdusu. Ben de indi onun içini açtım, söktüm, baxıram. Təmir edə biləcək miyim? Təbii ki də yox. Niyə? Çünki mən təcrübəsizəm. Vehim etməyə çalışdım, onda da evə çox bacarıqlı olmadım. Hatta heç bacarıqlı olmadım. İndi doğruya doğru de, yalana yalan. Neyse onu de. Burada gördüğünüz gibi daşa biraz ziyan vermişim. Belki de özü de eve ziyan görüp öz başına da ziyan görmüş olabilir. Temu'daki mallar ucuz ama kalitesizdir. Yaxşı, bu niyə işləmir ola bilər? Enerji giriş yeri bir də bu maqnitdir. Ay! Daş kabuğundan birisi kopufmuş. Bu indi mi oldu, sonra qabaqcadan mı olmuş idi bilmirəm. Başqa nələr var? Burası zədə görmüyüb axı. Niyə işləmir? Bir dəqiqə baxın, burası ziyan görmüyüb axı. Bilməyənlər ola bilər, amma mənim bir dənə hobim var. Belə biraz sökməyi sevirəm, elektronika ilə marağım var, itası öyrənməyə çox vaxt ayırmıram. Yaxud ustanızlar da yanına getmirəm, öyrənəmirəm ona görə də. Bu arada nə ilə söktüm? Bununla. Çoxu Avtoyoka. Biz Avtoyoka deyirik. Nə deyirlər bilmirəm. Azərbaycan türkçəsi nədir bilmirəm. Avtoyoka. İndi mən bunu ağacam. Təbii ki də kavesiyamı qatacam. Mən söktüyüm elektronik parçalardan kavesiya düzəltmişəm. Gözləyin, hatta bir iki parçayı göstəreyim. Gətirdim. Bu gördüyünüz mənim bütün kavesiyamdır. Söktüyüm bir çox elektronika buradadır. Nə axtarsanız var hatta. Məsələn baxın bu. Samsung J7'nin J7 idi da, Samsung J7'nin anakartı. Bu da gaz şarj qalkasının belə uzun yoxdur, mətbəx şarj qalkası. Onun parçası. Ondan sonra nələr var? Fənər, biz batarya deyirik kənddə, amma onun anakartı və iç dizaynı. Şarj qalkanınki. Budaki də peç var idi. Qızdırıcı peç. Hamısı xarab olmuş idi. Mən də içini söktüm, töydüm. Bu ekran. Ondan sonra bu da bir bataryanın idi. Samsung J7'nin daşıdır bu da. Gördüğünüz bu da daşdır. Başka nə var? Yine bir Nanosync, yine bir batarya. Gördüğünüz kimi yine bir batarya. Neyse, bunlardan sıkılmış olabilirsiniz. Ona göre lehimi de göstereyim. Lehim parçaları. Lehimin özü eşitlədir. Bir dəqiqə görüm. Telefon ustalarının göz bəbəyi lehim. Bu niyə çöldə qoymuşdum deyərsinizsə, işlətməyə çalışıyordum, alınmadı. Hər neysə, bunu da evə paketin içine indi. Neysə, kısaca bunlar falan filan. Bir de tabi burada telefonun kasası var, kamerası var, arkası var.
bilmem neyi var. Bu da qızdırıcı bir parçadır, amma işləmir, xarab olub, paslanıb. Kısacası burada nə axtarsanız var. Bu kimin yadındadır? Arkası toka takılan batarya var. Kimin yadındadır? Bu da onun parçalarından birisidir. Bir de bu var. Gösterdim zaten çoxunu. Kısacası belə bir şey işte. Bu qədər. Nə gözləyirsiniz? Gərək rehim çalışmamı da göstərəydim, amma tam bir işgəncə idi. Baxsanız da bir faydası olmayacaqdı zaten. 5 saat. Bu arada rehimi öz başınıza öyrənməyə çalışmayın. Öz təcrübəmdir. Həm tam bir çətinlikdir, işgəncədir. Həm də ki də rehim sandığınız qədər masum bir şey deyil. Qapağı alanlarda məncə çox işlətməyin. İşlədəndə də ən azından pəncərəyi falan açın. Çünki zəhərlidir. Bir də əlcək taxın. Mən yenə hər nədir deyə biraz videosuna baxıb elədim. Ona rağmen edəmədim yəni. Siz düşünün. Nəysə bu qədər, özünüzə yaxşı baxın.